Elə günü sabah şübhəli şəxs kimi polisə çağrılsanız, nə edəcəyinizi bilirsinizmi? Bəlkə də siz indi düşünürsünüz ki, bu başıma gəlməz. Amma hər kəs bir gün hüquq qarşısında sorğulana bilər. Gəlin görək qanun bizə nə deyir və hansı hallarda şübhəli şəxs kimi tanına bilərik. Şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır. İttiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs. Cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs. Haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs. Şübhəli şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. Cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək, tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq, həkim müayinəsinə, əl barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan bədən ifrazatı nümunələrinin götürülməsinə, ekspertiza aparılmasına məruz qalmaq, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq. Əlavə suallarınız üçün aşağıdakı